Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bu gün bu videomuzda Mircəlalın Vətən Yaraları əsərini birlikdə təhlil edəcəyik. Əsərin mövzusu, ideyası, obrazları və imtahanlarda vacib hesab olunan məqamları sadə anlaşılıqlı şəkildə izah edəcəyəm. Əgər bu cür dərslər sizə faydalıdırsa, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Bununla yanaşı Telegram səhifələrimizdə mövzu izahları, testlər, konspektlər və digər faydalı materiallar mütəmadi olaraq paylaşılır. Bundan əlavə ödənişsiz dərslərimizdən yararlanmaq istəyənlər 070 327 97 70 nömrəsi ilə əlaqə saxlaya bilərlər. İndi isə keçid edək mövzumuza. Vətən yaraları, burada əsərin adı simvolik məna daşıyır. Yaralar dedikdə təkcə fiziki deyil, həm də mənəvi yaralar ifadə edilir. Əsər epik növdədir, hekayə janrındadır və 2-ci Dünya müharibəsi mövzusunda qələmə alınmışdır. Səngərimdən çıxanda üzgüçü suya atılan kimi ön xəttin atəşinə atılmışdım. Nə gürültü, nə alov, nə də sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də mənəm. Gürültünü qoparan da mənəm. Gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb örtülən alov da mənəm. Biz bu abzasdan müəyyənləşdiririk ki, əsər bizə təhkiyəçinin dili ilə verilir. Bu nə deməkdir? Bəzi əsərlərimizdə müşahidə edirik ki, mövzu bizə, belə deyək, hadisələr bizə 3-cü şəxsin dilindən, yəni müəllifin dili ilə ötürülür. Bəzilərində isə 1-ci şəxsin dili ilə nəql edilir. Biz buna deyəcəyik ki, yəni təhkiyəçinin dili ilə verilir. Biz bu əsərlərə eyni ilə Abdullah Şaiqin Köç əsərini, Ana-bacı əsərini, daha sonra Mirzə İbrahimovun Azad əsərini, Rəsul Rızanın Qızıl Gül olmayaydı əsərlərini nümunə göstərə bilərik. Vətən yaraları da bu əsərlərdən biridir. Və təhkiyəçinin biz burada adını bilmirik, ona əskərliyə müraciət eləyəcəyik. Döyüş sürəti və hərarətindən özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə, qılçalarım hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə sərildim. Sanki bir səs mənə deyirdi, bəsdir, burax, lakin mən bunu eşitmək istəmirəm. Burada qan gözünü örtəndə deyildir. Yəni bu ifadədən müəyyənləşdiririk ki, o başından yaralanmışdı. Burada da belə bir sual verim ki, sizə başından yaralanıb qanı gözünü örtən obraz hansı obrazdır? Yəni buna hansı obrazı nümunə göstərə bilərsiniz? Hansı əsərdə biz buna şahidlik edirik? Onu şərhlər hissəsində yazarsınız. Daha sonra müəyyənləşdiririk ki, artıq huşunu itirir. Çünki deyir, bəsdir burax, lakin mən bunu eşitmək istəmirəm. Yəni o vətən eşqi ilə alışıb tutur və döyüşmək üçün can atırdı, huşunun getməsini istəmirdi. Diqqətlə yaralarımı duymaq, özümə gəlmək istəyirəm, bacarmıram. İsti mayenin vücuduma axdığını və axdıqca məni xoş və sakit bir rahatlığa apardığını, olduğum aləmdən ayırdığını hiss edirəm. İsti maye deyiləndə burada qanı nəzərdə tutur. Ayrılmaq istəmirəm, görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin əli ilə isə gözlərim örtülür. Bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım tutulur. Başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükuta dalır. Hava qaralır. Ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa dönür. Get-gedə kiçilir, sularda əriyib yox olurlar. Məndən qabaq yaralanmış yoldaşlarım danışırdılar. Bu hissəyə diqqət yetirək. Birisi həsrətlərini, birisi əziyyətlərini, bəzi də ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən bu hissləri keçirmədim. Bunları xəyalıma gətirmədim. Testdə belə bir sual ola bilər ki, düşə bilər ki, o huşunu itirən ərəfədə yaşadığı qorxuları, belə deyək ki, səsləndirirdi. Yəni həsrətini, əziyyətini, ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Bu ifadə tamamilə yanlışdır. Çünki burada da gördüyünüz kimi o bu hisslərin heç birini keçirmir. Bu hissləri keçirən onun yoldaşlarıdır. Gözümü açanda özümü isti, təmiz və sakit bir otaqda, rahat yataqda görəndən sonra başım üstə dayanan ağ saçlı həkimin təbəssümlü gənc bir qızın tərini sildiyini, su içirmək istədiyini görəndən sonra duydum ki, həyata qayıdıram. Deyəsən məni bunlar, qalın kitabların mənası ilə silahlanmış həkimlər, şəfqət və mərhəmətdən yoğrulmuş qızlar qaytarırlar. Yəni həkimlər və tibb bacısı nəzərdə tutur. Haraya qaytarırlar? Mən qapandığım, tapındığım hissiz sükut aləmindən qayıdıram. Ürəyimdə bir şadlıq var. Dodaqlarım qaçdı, üzülmüş, qanını itirmiş, dəri ilə sümükdən ibarət sifətimə ilk təbəssüm işığı düşdü. Burada onun xarici görkəmi təsvir olunur. Sonra məni bir düşüncə yaxaladı. Haraya qayıdıram?
Neçə illər ömür keçdiyim, doğulduğum, böyüdüyüm, yorulduğum, dincəldiyim, dərd çəkdiyim, sevindiyim həyata qayıdıram. Orada hələ görmədiyim nələr var? Bunu nə kitabda oxumuşam, nə həkimdən eşitmişəm, amma mənə elə gəlir ki, xəstənin fiziki həyatından çox mənəvi həyatı var. Bu hissəyə diqqət edirik. Onu möhkəm addımlar, taqətli ayaqlar, bükülməz dizlər yox, zəif və zərif xəyallar aparır. Bu xəyallar bəlkə də sağlamlıq zamanında adamın başına yol tapmır. Həyatın keşməkeşləri onlara yol imkan vermir. Həqiqətən də belədir. Hamımız rahat bir mühitdə olduğumuz müddətdə çox şey fikirləşmirik. Amma ki, Allah uzaq eləsin. Məsələn, sağlamlığımız əlimizdən gedəndə, nəsə başımıza bir hadisə gələndə, bu zaman otururuq o yaxşı günlərimizi fikirləşirik, keçmişi fikirləşirik, gələcək planlarımızı qururuq. Yəni hər şey bir film kimi gözümüzün qabağından keçməyə başlayır. Həyatın keşməkeşləri onlara yol imkan vermir. İndi isə əl qolunu boş qoyub yatağa uzanmış bədən tamamilə onların qanadlı düşüncələrin ixtiyarındadır. Düşünürəm, görürəm ki, mən həyata azğın bir maraq üçün qayıtmıram, oynamağa gəlmirəm. Dolu süfrələr başında oturub yeməyə, qədəh sındırmağa, tərif deyib tərif eşitməyə gəlmirəm. Məxmər stolun dalında tabilərimin üstünə qışqırmağa, əmirlərə, fərmanlara, qırmızı mürəkkəblə qol çəkməyə gəlmirəm. Məndə qəribə bir arzu baş qaldırdı. 2 ömür istəyirəm. Bura diqqət yetiririk. İstəyirəm ki, ilk ömrüm təcrübə dərsi olsun. Bu mürəkkəb dünyanı, qapalı adamları öyrənməyə sərf olunsun. İmtahandan çıxa bilsəm, mənə ikinci həqiqi ömür imkanı verilsin. Həqiqətən də çoxlarımızın deməyim, şəxsən mən belə özüm xəyal eləyirəm ki, 2 ömrüm olsun. Birində təcrübə yığdığım bir həyat olsun, digərində o yığdığım təcrübələr nəticəsində rahat yaşayış sürə biləcəyim bir ömür olsun. Mən düşünürəm ki, hamımızın da xəyalını qurduğumuz bir şeydir, istədiyimiz, arzuladığımız bir şeydir bu 2 ömür. İmtahandan çıxa bilsəm deyir, mənə ikinci həqiqi ömür imkanı verilsin. Belə ömrün qədrini bilərəm. Mən yenidən bir körpə olum, anamın o mehriban xilqətin qucağına atılım, isti nəvazişlərinə tutulum, atamın sərin torpaq astanasında iməkliyim, səsim gəlsin, yıxıla dura yeriyim, ağı qaradan, şirini acıdan, istini soyuqdan seçən qayğısız körpəlik günləri başlasın. Bu onun arzularıdır. O günlər, məgər xəyal onları gətirib yetirə bilərmi? Qapımızdan keçən su arxının başında oynayırdım. Söyüd yarpaqlarından əsən xəfif küləklər daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökərdi. Burada onun uşaqlıq xatirələri canlanır. Hanı mənim taytuşum, aşıq atan, top oynayan, gizlənqaç yoldaşlarım, vuruşub barışdığım, atıb tutulduğum, ayrılıb birləşdiyim yoldaşlarım. Bax, bunlardan doymamışam. Yəni deyir ki, nə qədər ömür sürsən də, yaşasam da doymamışam və bunun doymadığına nə zaman fərqinə varır? O, xəstə yatağında yatarkən. Əslində çoxumuz da beləyik. Yaxşı günün qədrini pis günü görəndə bilirik. Bax, bunlardan doymamışam. Ömrüm 100 gündürsə 99'unu yurdumda, torpağımda yaşamışam, doymamışam. Nəyini deyim? Xoş saatları, əziz günləri, munis axşamları. Heç bir zaman bu xatirələr cəbhədəki qədər şirin olmur. Əskər onları arxada qoyub gəlmişdir. Onları qorumağa, onları hədələyən təhlükəni yox etməyə gəlmişdir. Keçid eləyək indi ikinci hissəyə. Səhra xəstəxanasından arxaya göndərməli olduğumu eşidib, yoldaşlarımdan ikisi yanıma gəlmişdi. Deməli, əskər Səhra xəstəxanasında yatır. Biri mənim yaşadığım məktəb yoldaşım Nəsrəddin idi. Aha, indi bu hissələrə diqqətlə yanaşmaq lazımdır. Nəsrəddin və Lətifi bir-birindən ayırd etməliyik. Onların nitqlərinə diqqətlə yanaşmalıyıq. Çünki əsasən imtahanda şagirdləri çaşbaş qoyan məqamlardan biridir. Deməli, məktəb yoldaşım Nəsrəddin idi. Nəsrəddinlə uşaqlıq yoldaşı olublar, dost olublar. Bizi universitetdən, tələbəlikdən çağırmışdılar. Onu görəndə həmişə məktəbli uşaqların kitab çantası yadıma düşür. Nəsrəddinin belə yaraşıqlı bir çantası var idi. Özü də qayışla belinə bağlardı. Bəzən onun çantasından tutub çəkişdirərdik. Ha dönmək istərdik ki, görsün kimdir, bacarmazdı. İndi Nəsrəddin bizim komandirin köməkçisidir. Deməli, komandir köməkçisi olan kimdir? Nəsrəddindir, Lətif deyil. Komandir sirrini ona deyir, təhlükəli yerlərə onu özü ilə aparır. Deməli, komandirlə yaxın olan obrazımız Nəsrəddindir. İkincisini cəbhədə tanımışam.
Kolayır kəndindəndir. Mina arvadın oğlu Lətifdir. Atası çoxdan ölüb. Anası kənddən nümayəndə idi. Qadınlar yığınacaqlarında onu stol başında ayaq üstə durub açarı mürəkkəb qabına döyən, sükut istəyən görərdin. Yaraşmasa da həmişə sədirlik etmək istərdi. Lətif anasına oxşamır. Yəni anası İstər-istəməz belə deyək, sədrlik etdiyinə görə daha dilli dilavərli olmalıdır, danışmalıdır normal olaraq, amma Lətif anasına görürük ki, oxşamır. Baş aşağı, üzü yola oğlandır. 2 yaş bizdən kiçik olduğu üçün yüngül ayaqlı gedər, hər işə gedər, bəzən suyumuzu, çörəyimizi də hazırlayar. Deməli, Nəsrəddinlə eyni yaşdadılar, yəni yaşıddılar, amma Lətif onlardan 2 yaş kiçikdir. 2 yaş kiçik olduğuna görə də hər işə onu buyurub çağırırlarmış. Buradan onu görürük. Lətif çəkməsinin dabanı ilə yeri döyür, o torpağı hamarlayıb 3 adam üçün yataq düzəldərdi. Əlif qazlarımızı başımızın altına qoyub tirtab düşərdik. Bunlar mənim yanıma həm görüşə, həm sifarişə gəlmişlər. Mənimlə danışmağa, nə də əsəblərimə toxunacaq bir xəbər almağıma icazə var idi. Mən bu səhra xəstəxanasında 7 gün ərzində həkimdən başqa yalnız bir şəfqət bacısını görürdüm. Şəfqət bacısı, yəni tibb bacısını görürdüm. Yanıma gələn, məni dindirən olmadığına görə darxırdım. Ancaq onu da duyurdum ki, mənə yaxınlaşmaq istəyənləri Şəfqət bacı buraxmır. Bəzilərini qaytarır, bəzilərini də yalan satır ki, xəstə yuxudadır. Bu dəfə mən çadır örtüsünün dalından Nəsrəddinin üzünü gördüm. Dərhal bacının səsi gəldi. Yoldaş əskərlər, xəstə yuxudadır. Oyada bilmərəm. Mən dözmədim. Oyanmışam dedim. Bacı, burax gəlsin. Bunu dedim, sevindiyimdən dikəlmək, dirsəklənmək istədim. Çarpayıya sarındığım, ya ağrıdan qorxduğum üçün dikələ bilmədim. Başım ümidsiz kimi balışa yapışıb qaldı. Yoldaşlar bir üzü xətir, bir üzü zor güc özlərini mənim yanıma saldılar. Bacı onlara yalvarırdı. Həkim bilsə mənim atamı yandırar. Aman günüdür, tez gedin. Nəsrəddin ona təsəlli verdi. Tez, arxayın ol, tez gedəcək. Lətif dedi, 2-3 dəqiqə, artıq yox. Çadıra girəndən sonra Nəsrəddin nə bacıya baxır, nə də onun sözünü eşidirdi. Halbuki görürsünüz ki, tibb bacısına deyir ki, tez gedəcəyik. İlk deyən, hətta bunu deyən Nəsrəddin olur, amma sözünün üstündə durmurlar. Əskərlə, təhkiyyətçi ilə daha çox vaxt keçirməyə çalışırlar. Mənim alnımdan öpüb, zəif əlimi avucunun içinə almış, illər ayrısı kimi həsrətlə söhbətə başlamışdı. Bunu edən kimdir? Nəsrəddindir. Lətif yox. Onlar yaralarımdan sarı mənə təsəlli verirdilər. Güllə yarası əti bişirir, tez sağalır. Ananın duası da sənə kömək eləyir. Yaxşı ötüşmüsən. 10-15 günə duracaqsan. Baxın, bu kimin nitqindən verilir, bunu bilmirik. Çünki ikisi də gəlibdi ora və ikisi də deyə biləcək bir ifadədir. Aydın şəkildə bizdə vurğulanmır ki, bu Nəsrəddinin nitqindəndir, yoxsa Lətifin nitqindəndir. Mən ağrılardan şikayət edəndə Nəsrəddin bir ədib kimi cavab verdi. İnanıram, sən daha çox ağrı duyarsan. Həyatla dolu adamlara, bütün hissləri ilə mükəmməl həyat keçirən adamlara hər yara əzabdır. Sən yorulmuş qoca, ya çox şeylərdən əl üzmüş bədbin deyilsən. Qoca ağacların gövdəsini yarıb içində ocaq qalayırsan. Halına təfavüt eləmir. Sağlam, ucaboylu qovaq ağaclarının gövdəsinə bir bıçaq vurulsa, o saat yaşardığını görərsən. Belə ağacların həyatı sağlam gənclərin həyatı kimi mükəmməldir. Əsl həyatdır. Sən belə gənclərdənsən. Deməli, burada əskəri nəyə bənzədir? Qovaq ağacına bənzədir. Ancaq onu da bil ki, bir neçə ay sonra qovaq ağacının bıçaq vurulan yerini möhkəmləmiş, bərkimiş görərsən. Sağlıq olsan, sən həm müalicə olunacaq, həm dincələcəksən, həm də ki, Lətif Nəsrəddinin ürəyindən xəbər verdi. Həm də ki, vətənə gedəcəksən. Bunu deyən kim olur? Lətif olur. Bu sözü deyəndə onların hər ikisi qızardı, gülümsədi. Mənim gözlərimə baxdı. Mən bunun mənasını yaxşı anlayırdım. Onlar 10 illərə bərabər olan bir neçə aylıq cəbhə həyatından aldıqları duyğu və təsəvvürlərini yaxın adamlarına çatdırmaq istəyirdilər. Bacı Nəsrəddinin qarşısında dayanıb xahiş edirdi. Nəsrəddin isə gözünü məndən ayırmırdı. Səndən deyirdi, heç nə istəmirəm. Bizim evə get, mənim yazı stolumun başında otur. Kitablarıma, kağızlarıma fikir ver. Gör qoyub gəldiyim kimidirmi? Gör mənə kağız zad yazan, itirib axtaran olurmu? Küçəmizdən bir neçə dəfə o yan bu yana keç. Anamın sözünü, sorğusunu qulağında yaxşı saxla. Səndən hər şeyi təfsilatı ilə soruşacağam. Universitetə bilirəm, gedəcəksən. Uşaqlara bir salam de.
Bu gördüyün gürültuları orada xatırla. Yəqin mənim abunə vərəqim durur. Onu bir al, bax gör, kitabxanaçı deyirmiş ki, bu oğlan niyə kitab götürmür? Baxın uşaqlar, bu hissəni deyən kimdir? Nəsrəddindir. Bu ifadələrin Nəsrəddinə aid olduğunu universitet sözündən də belə deyək ki, yadınızda saxlaya bilərsiniz. Eyni ilə kitabxanaçı ifadəsi ilə də. Yəni universitet və kitabxana, kitab ifadələri, vərəq, kağız ifadələri Nəsrəddinə aiddir. Lətif Nəsrəddinə bir dəqiqə üzr sayın. Lətif Nəsrəddinə macal vermədi. Özün bilirsən də nə deyim. Arvad eşitsə birbaş yanına gələcək. Bu şəkli ver. Deynən nigaran olmasın. Bacarsan bir bizim məktəbə dəy. Gör Ədil müəllim ordadırmı? Baxın, deməli Ədil müəllim və məktəbdə kiminlə bağlıdır? Lətiflə əlaqəlidir. Deməli universitetdir, kitabdır, dəftər kağızdır. Bunlar, yəni abunə vərəqini nəzərdə tuturam. Bunlar kimlə əlaqəlidir? Nəsrəddinlə əlaqəlidir. Məktəb amma Ədil müəllim ifadələri isə Lətiflə əlaqəlidir. Gör yenə dərslər qaydasındadırmı? Uşaqları yadına salırmı? Gedən kim, qalan kim? Mənim ünvanımı direktora Ədil müəllimə ver. Bəlkə məktub yazan oldu. Nəsrəddin bir şey xatırlamış kimi Lətifə mane oldu. Get bizdə də 1-2 gün qal. Qoy anam da oğul səsi eşitsin. Yəqin hazırlıq görəcək. Belə bunu da yadınızda saxlayın ki, gedib evlərində qalmasını istəyən Nəsrəddindir. Çünki onlar uşaqlıq dostu idilər, bir böyümüşdülər. Normal olaraq da Nəsrəddin nə istəyirdi? Anasının yanına getməsini istəyirdi, onunla hallaşmasını istəyirdi. Yəqin hazırlıq görəcək. Narhardan sonra mənim tarımı al, tozunu sil, bağrına bas, bir çargah başla. Aha, obrazlardan biri artıq görürük ki, bir musiqi aləti ifa edə bilir. Bu musiqi alətimiz də tardır. Bunu edən kimdir? Nəsrəddindir. Amma fikir verirsiniz, o nədir? Bir çargah başla. Deməli, belə nəticəyə gələ bilərik ki, əsgər, yəni təhkiyəçi, özü də musiqi aləti ilə ifa edə bilirmiş. Həm Nəsrəddin, həm də ki, əsgər. İnan ki, üstümə 100 topdan güllə yaxsa da mən burada çargahın səsini eşidəcəyim. Lətif tapşırırdı. Kəndə gələndə Kövşənə dişli qaya tərəfə çıx. Durna gözlü bulaqdan ovucla mənim əvəzimə iç. Yazdır. Otur bir quşları dinlə, gör onlar nə deyir. Dünyanın bu işləri onların mahnısından kar eləyir ya yox. Yaşıl yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nülüfər nə desən taparsan. Bunlara da diqqət yetirin. Yəni əsərdə hansı güllərin adları çəkilir, bunları da bilməkdə fayda var. Ax o yerlər səcdəsinə düşmək, öpüb yalamaq ürəyimi o torpağa, daşa sürtmək istəyirəm. Baxın, bura kimi olan ifadələri deyir ki, elə. Yəni get, təbiəti dinlə, bir o tərəflərə baş çək, mənim əvəzimdən bulaqdan su iç. Yəni əsgərdən bunları etməsini istəyir. Amma səcdəsinə düşmək, öpüb yalamaq, ondan sonra sinəsini daşa sürtmək, yəni bu kimi ifadələri əsgərdən istəmir. Bu onun öz arzusu idi ki, getsəm bunları edərəm deyə. Keçək indi 3-cü hissəyə. Anama qabaqcadan heç nə yazmadım. Vağzalda düşüb yavaş-yavaş evimizə gəlirdim. Anamı görməyə tələsirdimsə də, çoxdan ayrıldığım bu küçələri, yolları, bu məhrəm binaları, ağacları, hasarları diqqətlə nəzərdən keçirmək həvəsi ilə yaşayırdım. Çalışırdım, görüm nə dəyişmişdir. Mənim qoyub getdiyim yerlərin nəyi və necə dəyişmişdir. Mənə elə gəlirdi ki, hər şey öz qaydasındadır. Yenə də həmin sentyabr axşamıdır. Artıq o, belə deyək ki, anasının yanına gələndə payız fəslindədir. Yuxarıda deyirdi ki, yazdır. Amma biz burada görürük ki, sentyabr deyir, yəni payız fəslində. Şəhərimiz möhkəm, inan və etimadla ömrünü sürür. Uca çinarlar, yaşıl təpələr baş əyərək cəbhədən gələn oğullarını salamlayır. Cəbhəyə gedən oğullarına xeyir dua verir. Baxın, bu ifadəyə diqqət edirək. Cəbhəyə gedən oğullarına xeyir dua verir. Biz bunu eyni ilə harda görmüşük? Odlu Qılınc əsərində də görürük ki, Cəvahir xatın oğlunu müharibəyə göndərərkən xeyir dua verir. Başqa hansı əsərlərdə görmüşük? Onları da siz qeyd edin. Anamı evdə tapmadım. Açarı bir-birimizə bələdlədiyimiz yerdən götürdüm. Qapını açıb evdə rahatladım. Bu evdə nə təzəlik var? Mənim əsgər şəklim stolun üstündədir. Məktublarım üst-üstə səliqə ilə qoyulmuşdur. Sanki anam bunları hər gün oxuyur. Pəncərənin ağzında balaca və üzü bezlə tikilmiş bir qutu var. Yəqin etdim ki, anam yenə nəsə göndərir. İstədim anamın cəbhə sovqatını açsın. Dəymədim. Baxın. Gəlir evə, hazır bir bağlama görür. Amma onu açmır, baxmır.
Buna diqqət yetirək. Kitab şkafının şüşələri tərtəmiz silinmişdi. Gələn qəzet və jurnallar sahmanla şkafın bir gözünə yığılmışdı. Anladım ki, anam bunları mənə saxlayır. Oxumamış qəzeti o tərk etməz. Evin hər tərəfində bir qayğı əli gəzirdi. Bu əməksevən və zəhmətdən həzz alan əsgər anasının əli idi. O hər qədəmi oğul yolunda atırdı. Bunların hamısı mənə aydın idi, lakin anlaya bilmədim ki, anam evin açarını nə üçün həyətdə xəlvət bir yerdə qoyub gedir? Qapını özündən başqa kimsə açmayacaq. Bəs açarı kimə etibar edir? Əsasən işlədiyimiz sınaqlarda bu şəkildə verilir ki, ana bilərəkdən açarı ora qoymuşdu. Yəni oğlunun gələcəyindən xəbərdar idi. Amma xeyr, bu şəkildə deyil. Ana bir niyyətlə açarı həmişə ora qoyurdu ki, birdən oğlum gələr, mən evdə olmaram. Bu onun niyyəti, arzusu idi və arzusu da, niyyəti də düşündüyü kimi reallaşır. Anam mənim bu sualıma köksünü ötürərək cavab verdi. Bala dedi, çox vaxt səninlə oturub söhbət eləyirdim. Sən cəbhədə, bəlkə də atışmadasan. Mən burada bardaş qurub səni körpə çağında görürəm. Dindirirəm, danışırsan. Baxın, körpə çağında görürəm, dindirirəm, danışırsan, oynayırsan. Açar orada dursun. Mən onu yaxşı niyyətlə qoyuram. Elə bilirəm evimizdəsən. Sənin səfərin uğurlu səfərdir. Ürəyim mənə deyir ki, sən işdən qaydanacan, oğlun gələr. Qapıda qalar. Açarı qoy get. Gördün ki, niyyətim düz çıxdı. Bəli, gördüyünüz kimi bu onun niyyəti idi. Qabaqcadan bilmirdi oğlunun gələcəyindən, xəbəri yox idi. Allah düz adama niyyətinə görə verər. Şükür ki, gəldin, çıxdın. Anam danışdıqca mənim ürəyim genişlənir, iftixar hissim alovlanırdı. Ürəyimdə deyirdim, bəşəriyyət hansı analar qəlbi ilə yaşasaydı, dünya başdan başa bir cənnət olardı. Bunların duyğusu, arzusu, xeyirxahlıq və mərhəmət dolu ürəkləri həmişə bizimlə cəbhəçilərlədir. Bu müqəddəs qəlb sahiblərinin keşiyində durana zaval yoxdur. Yəni bu hissəyə diqqət yetirmək lazımdır. Önəmli məqamlardan biridir. Biz bu hissəni Cəlil Məmmədquluzadənin Anamın kitabı, o cümlədən də Hüseyn Cavidin ana əsəri ilə eyniləşdirə bilərik. Çünki hər iki əsərdə də belə deyək ki, milli mənəvi dəyərlərin qoruyucusu kimi ana obrazı çıxış eləyirdi. Ailəni birləşdirən bir obraz kimi verilirdi. Ananın müqəddəsliyi vurğulanırdı. Eynilə bu əsərdə də bunun şahidi oluruq. Vətənin hava və sularındanmı, adamlarımızın cəbhəçidir deyə mənə göstərdikləri qonaqpərvərlikdənmi, görüş sevincindənmi, nədənsə mən çox tez dirçəldim. Özümü əvvəlkindən də möhkəm hiss etdim. Deməli, təkcə gördüyü müalicə deyil, eynilə, yəni vətənin havası, suyu, gördüyü qonaqpərvərliyin də onun sağalmasında böyük rol oynadığını dilə gətirir. Sağaldıqca, qüvvətə gəldikcə təkrar cəbhəyə qayıtmaq arzusu məndə alovlanırdı. Nəhayət, anam məni yola salmalı olduğuna inanandan sonra Nəsrəddinin də Lətifində anasını çağırdı. İstirahət günü bizim evimiz səfər evinə oxşuyurdu. Hərə bir sovqat bağlayıb gətirmişdi. Mən yalvarırdım ki, canım, bunların heç birinə ehtiyac yoxdur. Bunu aparmaq özü çətin işdir. Buraxmırdılar. Corab gətirən, papirus alan, fətir bişirən, xörək hazırlayan kim? Anam məndən xəlvət bir qutu bağlamışdı. Bala deyirdi, bu üçünüzün payıdır, açmazsan. Yetirən kimi Nəsrəddini, Lətifi çağırarsan, açarsınız. Bu üç ananın səliqəsidir. Bir açın, bir oturun, bir yiyin, bir gəzin, bir vuruşun. Bu ifadə bizə nəyi demək istəyir? Yəni, burada birlik, həmrəylik bizə təbliğ olunur. Keçək indi isə 4-cü hissəyə. Cəbhəyə qaydanda hərbi mütəxəssislər məni böyütmək, başqa yerə, yeni vəzifəyə göndərmək fikrində idilər. Bura diqqət. Deməli, əskər döyüş meydanına, cəbhəyə geri qaydandan sonra onun, belə deyək ki, rütbəsini artırmaq istəyirlər, amma o bunu qəbul eləmir. Niyə qəbul eləmir? Çünki deyir ki, mən yoldaşlarımdan ayrılmayım deyə bundan yayındım, öz sistemizə gəldim. Çünki o yoldaşlarından ayrılmaq istəmirdi. Bu səbəblə ona verilən rütbəni, vəzifəni neynir? Rədd edir, belə deyək, imtina edir bundan. Təəssüf ki, yoldaşlarımın heç birini yerində tapmadım. Nəsrəddinin 2 gün əvvəl yaralandığını, Səhra xəstəxanasına götürüldüyünü deyirdilərsə, Lətif haqqında açıq danışmırdılar. Baxın, deməli, əskərin cəbhəyə gəlməsinə 2 gün qala Nəsrəddin yaralanır və Səhra xəstəxanasına qaldırılır. O cümlədən də Lətif də yaralanır. Amma gördüyümüz kimi Lətif haqqında açıq bir məlumat ona verilmir. Yəni buradan belə nəticəyə gəlirik ki, Lətif Nəsrəddinə nisbətən ağır şəkildə yaralanmışdır. Mən dərhal komissarın yanına getdim. Təlaşımı görüb mənə 2 sətirlik bir yazı göstərdi. Orada savadlı bir əl rusca yazmışdı. Demişdim, elə də oldu. Döyüşçü ölməyəcəkdir. Mən yazını oxuyub komissarın üzünə baxdım. Nəzərlərimlə soruşurdum. Nə soruşduğumu komissar bilmirdi.
Həkim yazır dedi. Lətvin sağalmağına ümidimiz yox idi. Köks qəfəsinə 2 güllə, bir mina qəlpəsi dəyib. Ciyərinin başı zədələnib. Amma həkim qiyaslı ümid verirdi. Gördüyünüz kimi burada da Lətvin həkiminin adı verilibdi, amma sadəcə adı verilibdi. Biz onu bir obraz kimi görmürük. İndi isə Lətvin sağalmağı müəyyəndir. 2 ay əvvəl mənim yanıma gələn yoldaşlarımı axtarıb görüşmək üçün icazə aldım. Ən əziz sovqat anaların verdiyi bağlamanı Səhra xəstəxanasına gedən maşınların birinə atdım. Deməli, yoldaşlarını görməyə gedərkən bağlamanı da özü ilə aparır. Əvvəl Nəsrəddini tapdım. O isti bir xalat geymiş, həyətdə gəzinirdi. Gördüyünüz kimi Nəsrəddin artıq ayaqlanıbdı. Yəni əynində bir xalat, həyətdə gəzirmiş. Yarası qolundan idi. Həm də yüngül idi. Nəsrəddin qolundan yaralandığı halda deməli Lətif qəlpə yarası almışdı. Köksündən almışdı. Daha sonra ciyərinin başı zədələnmişdi. Vəziyyəti Nəsrəddindən ağır imiş. Mənim gəlməyim onun üçün yox, xəstə yoldaşlarım üçün də bir bayram oldu. Şəhərimizdən, yollardan, əkindən, məhsuldan suallar verirdilər. Nəsrəddin ikilikdə söhbət üçün məni kənara çəkdi. Torpaq üstündə dirsəklənib oturduq. Mən gördüklərimin hamısını nağıl etdim. Bıçağı çıxarıb bağlamanı açmaq istədim. Gördüyünüz kimi əskər anasının ona dediyi sözü unudaraq nə etmək istəyir? Bağlamanı açmaq istəyir. Anası demişdi, halbuki üçünüz bir arada olanda açın, bir yiyin, bir oturun, bir vuruşun deyə, amma əskər bunu etmir, bağlamanı açmaq istəyir. Nəsrəddin isə ona mane olur, deyir qoymaram, yeməli şeydir, xarab ola bilər, bunu deyən əskərdir. Nəsrəddin də deyir ki, Lətifsiz açmayacaqsan. Nəsrəddinin sözü qabağımı kəsdi, bıçağı qatlayıb cibimə qoydum. Elə isə dur dedi. Dur onun yanına gedək. Nəsrəddinin uca boylu, zabitəli bir həkimi var idi. Başqaları həkim olub orduya gəlmişdilər. Bu adam tibb təhsilindən əvvəl mükəmməl hərb adamı, böyük komandir imiş. Nəsrəddinin deməli həkimi əvvəlcədən orduda iştirak eləyib, komandir olub, daha sonradan həkim olubmuş. Rəsmiyyəti çox sevirdi. Xəstələr və ya bacılar ondan bir güzəşt xahiş etməli olanda ümidsiz əllərini tovlayırdılar. Buna görə də Nəsrəddin xahiş etmək istəmirdi. Görürük ki, həkimdən biraz çəkinir, icazə almaqdan biraz çəkinirmiş. Mən həkimi yumuşatmağı boynuma aldım. Gözlədim. O, otağından çıxanda rəsmi vəziyyət alıb məqsədimizi söylədim. Sabah nahardan sonra yarım saata gedə bilər deyə o icazə verdi. Həkim bunu deyib ötdü. Mən sabaha qala bilməyəcəyimi deməyə israr etməyə macal tapmadım. Mən bu gün Lətvin yanına getdim. Deməli, əskər bir günlük icazə aldığına görə, sabaha qala bilməyəcəyinə görə, Nəsrəddinin həkimi də yalnız sabah üçün icazə verdiyinə görə məcbur əskər Lətifi görməyə tək gedir. Nəsrəddinlə gedə bilmir. Lətif ağır xəstəlikdən təzə ayılırdı. Rəngi ruhu qalmamışdı. Məni görəndə sevincindən ağladı. Məni də qəhərləndirdi. Nahar etməyim deyə tez durdum. Bağlamanı onun yanına qoyub çıxdım. Deməli, bağlama qalır Lətifin yanında. Keçirik 5-ci hissəyə. Lətifin sağalıb hissəmizə qayıtmağı 2 ay yarım çəkdi. Bu müddətdə anaların bağlaması gah onun çarpayısı başında, gah təcili yardım arabasında, gah istehkamda qaldı. Deməli, bağlama tam 2 ay yarım boyunca Lətifin yanında qalır, yəni belə deyək, açılmır. Lakin açılmadı. Elə burada da gördüyünüz kimi qeyd olunubdur. Ancaq Lətif gələndən sonra 3 səmimi yoldaş oturub sovqatı açdıq. Burada albuxara, kişmiş, fındıqdan tutmuş ordubad almasına qədər vardı. Bunlara nəzər yetirək. Yeməli şeylərin altında adama bir əl dəsmal, bir ətirli sabun, adama bir cüt toxuma əlcək vardı. Əlcəkləri əlimizdə taxdıq. Anamın sözü mənim qulağımda cingildədi. Bir oturun, bir gəzin, bir vuruşun. Uşaqlar dedim. Bu əlcəklərdə analarımızın mehribanlığı istisi, vətənimizin dostluq, sədaqətinin, birliyinin hərarəti var. Əllərimizə baxıb analarımızın bizimlə yanımızda olduqlarını hiss edirik. Onların mehriban ana nəfəsi bizi bəsləmiş, böyütmüşdür. Bizi döyüşə də, qələbəyə də aparacaqdır. Lətif də, Nəsrəddin də ananın sözlərini təkrar etdilər. Bir gəzək, bir vuruşaq. Qoyun dediyim analarımızın surəti gözümüzün önündə, səsi qulağımızda, əli ürəyimizdə olsun. Qoyun onlar oxşayıcı, məhrəm əllərini həmişə bizim yaralarımızın üstünə çəkib sağaltsınlar. Sağ olaq, torpağımızda soxulan təcavüzkarları məhv edək. Analarımız sevinsin, arxayın yaşasınlar. Ana vətən bizdən razı qalsın. Gördüyünüz kimi əsər niskin sonluqla deyil, nikbin sonluqla bitir. İndi isə bu ən sonda verilən təhlilə nəzər yetirək. İkinci Dünya müharibəsinin ən qızğın çağında qələmə alınan bu əsərdə geniş müharibə səhnələri verilməsə də,
Diqqət bura. Oxucuda ədalətsiz müharibəyə, onu törədənlərə qarşı güclü qəzəb, nifrət duyğusu oyanır. Deməli, müharibə səhnələrinə geniş şəkildə yer verilməyibdi burada, amma onun doğurduğu nifrət, qəzəb hissi əsərdən aydın şəkildə bizə ötürülür. Əsərdə bir-birinə zidd olan iki aləm üz-üzə qoyulur: dinc həyat və müharibə. Dinc həyat yalnız əsgər xatirələrində mövcuddur. Qapımızdan keçən su arxının başında oynardım. Söyüd yarpaqlarından əsən xəfif küləklər daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökərdi. Bunlar dinc həyatı göstərir. Onun daha çox belə deyək, uşaqlıq xatirələrində biz dinc həyatı müşahidə eləyirik. Daha sonra cəbhədən evə göndərildiyi bir mühitdə biz bunu müşahidə eləyirik. Müharibə isə gerçək və amansızdır. Güman edirdim ki, bu atılan güllələrdən biri də mənəm, gürültünü qoparan da mənəm. Mənəm gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb örtülən alov da mənəm. Dinc həyatın, əziz xatirələrin, müqəddəs hisslərin qorunması istəyi hekayənin mahiyyətini, mənasını təşkil edir. Əsərin oxunaqlı və təsirli olmasının bir mühüm səbəbi bədiliyin imkanlarından məharətlə istifadə olunmasıdır. Bu ustad bədi təsvir və ifadə vasitələrinin işlənməsində özünü daha qabarıq biruzə verir. Məsələn, hissiz sükut, məgər xəyal onları gətirib yetirə bilərmi? Və s. kimi burada biz bədi təsvir və ifadə vasitələrini müşahidə eləyirik. Əsərin üzərində müşahidələrinizi davam etdirin. Mətnaltı mənalara diqqət yetirməklə yazıcının niyyətini, hekayənin bədilini təmin edən vasitələri aşkara çıxarmağa çalışın. Deməli, əsər epik növdə oldu, hekayə janrında oldu. İkinci Dünya müharibəsi ərəfəsində qələmə alınmış bir əsərdir. Yəni bu mövzuda qələmə alınıbdır. Yazıcının burada bizə belə deyək ki, ötürmək istədiyi fikir nədir, ideya nədir? Müharibə insanları məhv etsə də, onların qəlbindəki əziz xatirələri, müqəddəs hissləri məhv edə bilməz. Yəni bizə Mir Cəlalın ötürmək istədiyi fikir budur. Beləliklə də əsərin təhlilini tamamladıq. Ümid edirəm ki, bu izah mövzunu daha yaxşı mənimsəməyinizə kömək eləyər. Videonu faydalı hesab edirsinizsə bəyənməyi, kanala abunə olmağı və yoldaşlarınızla paylaşmağı unutmayın. Növbəti dərslərdə görüşənədək.